Bildiyiniz kimi biz bu həyatı adısı ilə, şirini ilə birlikdə yaşayırıq. Ona görə də sizlə bugün qəribə duyğular içərisində olduğum bir günü bölüşmək istəyirəm. Günün ilk başlarında əslində qalsa duyğusal durumum çox stabil idi. Nə yaxşı deyildim, nə pis deyildim. Normal bir şəkildə yaşayırdım. Amma günün irəliləyən saatlarında həyatımın çox ağır keçəcəyinin fərqinə vardım. Bu heç olmasa son 1-3 ayımın, önümüzdəki 3 ayın daha doğrusu. Çətin günlər buradadır, daha çətinləri qabaqdadır, amma Ülker həll eləyər, birlikdə həll eləyəcəyik, inanıram mən bizə. Məni çox dərindən etkiləyəcək bir hadisə baş verdi. Bu hadisəni burada bölüşmək istəmirəm. Ondan sonra bu hadisənin təsiri ilə mən əlbəttə ki də məni bir həftədir təsiri altına alan bir bunalımın içinə girdim və bu depressiyada mən depressiya demək istəmirəm, yəni kiçik ruh dəyişikliklərimin olduğu bir dövrdə sizə çox video ata bilmədim. Bunun üçün də sorry, amma özümü yaxşı hiss eləmirdim. Nəysə, özümü hal-hazırda yaxşı hiss eləyirəm. Ona görə də videolara davam. Nəysə, özümü yaxşı hiss eləmədiyim üçün əlbəttə getdim Kəmalə ilə görüşdüm. Kəmalə biraz məni pazladı, biraz sevdi, biraz mutlu eləməyə çalışdı, amma mənim keyfimi düşünün, Kəmalə belə aça bilmədi. Nəysə, ondan sonra evə gəldim, kargolarımı açdım. Kargolarım məni biraz xoşbəxt elədi, çünki mən paltar alış-veriş eləməyi, yemək alış-veriş eləməyi çox sevirəm. Yəni mənimki pul xərcləmək olsun da. Nəysə. Alış-verişlərim çox qəşəngdir, çox bəyəndim. Ona görə mutluyam. Linklərini istəsəz yazın, storydə ataram sizlər üçün. Belə, izlədiyiniz üçün təşəkkürlər. Yəni, biraz çətin günlər yaşayıram. Ümid edirəm, keçəcək, keçməyəcək, onda fərqindəyəm. Çünki daha qabaqda mənə daha çətin günlər gözləyir. Amma həll eləyərik bə, inanıram mən bizə. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.